İctimai proseslər media müstəvisində mövzusunda keçirilən forum dövlət media dialoqunu formalaşdıran səmərli platforma kimi fəaliyyət göstərir. Bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmailov bildirdi. O, ölkəmizə qarşı qarayaxma kampaniyası aparanların ifşa olunmasında medianın əvəzsiz rolundan danışdı. Öz növbəsində son illərdə media və kommunikasiya fəaliyyətinin müasir formada təşkil edilməsi nəticəsidir ki, ölkəmizə qarşı qarayaxma kampaniyaları aparan tərəflərin həqiqi niyyətləri yerli mediada operativ formada ifşa olunur, cəmiyyətdə negativ xəbər axınına qarşı dayanıqlı təbii müqavimət, informasiya immuniteti gücləndirilir. Yeri gəlmişkən, həmişə hər bir mətbuat qurumunu ilk növbədə obyektiv və qərəzsiz olmağa səsləyən Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın vurğuladığı kimi, mətbuat öz xalqının və dövlətinin maraqlarını hər şeydən üstün tutmalıdır və cəmiyyətdə mərhəmət, ədalət prinsiplərini təbliğ etməlidir. Forumda çıxış edən Azərbaycanın insan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva isə insan hüquqlarının cəmiyyətin inkişafında əsas dayaqlarından biri olduğunu vurğuladı. Bu sayədə medianın cəmiyyəti informasiya ilə təmin etmə və ictimaiyyəti maarifləndirmə funksiyasından danışdı. Hüquqi dövlət quruculuğunun əsas prinsiplərindən birini müstəqil medianın mövcudluğu, fikir, söz və mətbuat azadlığı təşkil edir. Media cəmiyyətin hüquqi maarifləndirilməsində baş verən proseslər barədə məlumatların operativ və obyektiv formada ictimaiyyətə çatdırılmasında, bununla da ictimai rəyin formalaşdırılmasında əhəmiyyətli rol oynayır. Media eyni zamanda effektiv ictimai nəzarət vasitəsi kimi çıxış edir. Forumda məhkəmə hüquq islahatlarının düzgün təqdim olunması, hüquqi termin və prosedurların ictimaiyyətə aydın şəkildə çatdırılması barədə də məlumat verildi. Mühüm təhsil imkanlarına malik 4-cü hakimiyyət hesab olunan media subyektləri ictimai nəzarəti həyata keçirməklə yanaşı konstitusion dəyərlərin təbliği, cəmiyyətin maarifləndirilməsi, hüquqi savadlığın artırılması, habelə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mühüm vəzifələr daşıyırlar. Bu vəzifələrin icrası isə öz növbəsində söz və mətbuat azadlığının dövlətçiliyin, habelə vətəndaşlarımızın mənafe naminə düzgün, səmərəli istifadəsini, o cümlədən qanunvericiliyin tələblərinə, milli və mənəviyyatımıza uyğun hüquqi və etik normaların gözlənilməsini tələb edir. Forum, Konstitusiya və Suverenlik ilində media gündəmi, nəqliyyat infrastrukturunda davamlı həllər, media müstəvisində təhlükəsizlik, rəqəmsal media mühiti, məlumatlı istifadəçilər mövzusunda panel sessiyalarla işini davam etdirdi. Adı çəkilən forumla bağlı yeni informasiyalarımız var və səhər saatlarında təbii ki, canlı efirimiz vasitəsilə, canlı bağlantımız vasitəsilə məlumat verməyə çalışmışdıq. Elə sizin də qeyd etdiyiniz kimi 4-cü Agrobiznesin İnkişaf Forumu səhər saatlarında start götürdü. Bir sıra önəmli qonaqlar da iştirak elədi. Həm qeyd eləyək ki, Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov, bununla yanaşı Prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev, eyni zamanda xaricdən qonaqlar FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional rəhbər müavini Nabil və eyni zamanda Qida Təhlükəsizliyi Agentliyi, Mərkəzi Bank, bununla yanaşı İqtisadiyyat Nazirliyindən də qonaqlar iştirak edirdi. Birinci hissəyə yekunlaşdı, ikinci hissəyə start verilib. Hazırda panel müzakirələr, bir sıra söhbətlər gedir və ümumiyyətlə aqrar sahənin inkişafı üçün hansı addımları atmaq olar? Çünki bir sıra iş yerlərinin açılması da elə bu sahə üzrə mümkündür. Odur ki, elə informasiyanı tək çatdırmayacağım. Yanımda qonağım var, qonağımla bağlı da informasiyanı ötürüb elə ona keçid eləmək istəyirəm. Qeyd eləyək ki, Leyla Cabbarlı yanımdadır. Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı Mitova informasiyanı ötürəcək bizə. Leyla xanım, artıq ikinci hissə başlayıb. Nələr nəzərdə tutulub və mahiyyəti nədən ibarətdir? Buyurun, söz sizdə. Təşəkkür edirəm. Bu günləri növbəti ənənəvi, yəni 4-cü Agrobiznesin İnkişafı Forumunda iştirak edirik. Sizin də qeyd elədiyiniz kimi bu forumun ilk hissəsində dövlət qurumları ilə yanaşı beynəlxalq tərəfdaşlarımızın nümayəndələri iştirak etmişdilər. Rəsmi açılışlardan sonra hörmətli Nazir müavini İlhamə xanım Qədimovanın iştirakı ilə bir çox dövlət qurumlarının nümayəndələri, nazir müavinləri, agentliklərin müavinləri bugünkü mövzu ilə bağlı müzakirələr aparmışdılar. Agrobiznesin İnkişafı Forumu hər il AKİA tərəfindən təşkil edilir. Bu illəri isə FAO Azərbaycan Ofisinin maliyyə dəstəyi ilə biz növbəti dəfə dövlət və özəl
özəl qurumların nümayəndələri ilə birgə aqrobiznesin inkişafında hansı işlər görülmüşdür? Bundan əlavə olaraq necə çətinliklər var və bu çətinliklərin aradan qaldırılması üçün növbəti illərdə fermerlərə hansı dəstək göstəriləcəkdir? Bu məsələlər müzakirə edilmişdir. Ümumiyyətlə, bugünkü tədbirin adı eyni olsa da mövzusu bundan öncəki forumlardan nisbətən fərqlidir. Bu COP29 tədbirlərindən sonra təşkil edilən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil edilən forumlardan biridir. Bu forumun əsas məqsədi həmçinin də iqlim fonunda fermerlərimizin, iqlim fonunda baş verən dəyişikliklərdən əziyyət çəkən fermerlərimizə necə dəstək göstərə bilərik, bunu müzakirə etməkdir. Bilirsiniz ki, iqlim dəyişiklikləri səbəbilə bu günləri torpaq, su və digər resurslarda mühüm dəyişikliklər, problemlər yaranmışdır. Bunun qarşısını almaq üçün mütəmadi olaraq Kənd Təsərrüfatı Nazirliyi alt qurumları vasitəsilə fermerlərimizə dövlət dəstəkləri və müxtəlif xidmətlər təqdim edirlər. Bununla yanaşı biz mütəmadi olaraq beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Hal-hazırda dünyada belə problemlərlə üzləşən ölkələr fermerlərin ən yaxşı həll üsulları hansılar olubsa onu öyrənib Azərbaycana gətiririk və məhz buna görə də bugünkü mövzumuz əsasən iqlim dəyişiklikləridir. Yaşıl maliyyələşmə alətlərinin əhəmiyyəti barəsində müzakirə edirik. Çünki bu forum vasitəsilə biz yalnız dövlət qurumları və fermerlərlə görüşmürük. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən maliyyələşmə qurumları, banklar, lizinq təşkilatları, sığorta təşkilatları, bank olmayan kredit təşkilatları nümayəndələrini, rəhbərlərini dəvət edirik. Onların son bir ildə, yəni 3-cü aqrobiznesin inkişaf forumundan sonra bugünkü dövrə qədər gördüyü işlər barədə müzakirələr aparır və növbəti forumda fermerlərə hansı yeniliklərlə geriyə dönə bilərik, bu məsələləri danışırıq. Fermerlər, həmçində onu da qeyd edim ki, bu tədbirin günün ikinci yarısında 2 dəyirmi masa təşkil edilir. Bu dəyirmi masada biz təkrar maliyyə qurumları ilə fermerləri üzləşdirir, onları qarşılıqlı dialoq yaradılmasına şərait yaradırıq. Uğurlar arzulayıram, təşəkkür eləyirəm. Bəli, artıq informasiyamız forumla bağlı bundan ibarət idi. Təbii ki, günün sonuna kimi davam eləyəcək və Air 24-ün efirində də yenilənmiş informasiyaları izləyicilərimiz bu aspektdə öyrənə biləcəklər.